Məhəbbət nəfsi ram eləyir. Bir adamı çox sevgi ailə göstərirsə, nəfsini aram eləyir. Ağıl nəfsdən qurtulur, başlayır düzgün düşünməyə. Görürsünüz nə qədər bir-birinə bağlı. Uşağa, qız uşağına evdə məhəbbət verməyəndə nəfsi tüğyan eləyir, ağılına təsir eləyir, ona görə ağılsız qərarlar verir. Sən deyir, o məhəbbəti ver ki, nəfsi ram eləsin, nəfs də çəkildisə bir üçüncü, ağıl sərbəstdir artıq. Ağla təsir eləyən yoxdur. Ona görə atalara deyir ki, qız uşaqlarına sevgi göstər. Evə gəldin, meyvə almısan, konfet almısan, birinci qız uşağına verir. Sevgi ilə əhatə elə qız uşağına ağıllı olsun. Ne üçün? Çünki sevgi ilə əhatə eləməyəndə nəfsi təhrik olur, nəfs də ağla təsir edir, ağılsız addımlar atır. Nəfsiniz məhəbbətlə aram elə. Məhəbbət olmasa nəfsi təhrik olacaq, məhəbbət dilənçisi olacaq. Ağlı işləməyəcək, tez tora düşəcək. Bir dənə xoş sözə ona göstərəcək, gör oğlan mənə nə yazıb, buna göstərəcək. Ağıl yoxdur da ona görə. Ağıl, çünki məhəbbət görməyib. Evdəki görməyib, başqasından bir balacasını görən kimi azacaq yolunu. Yoldan azmasa da səhv qərarlar verəcək. Tora düşəcək. Ona görə oğlandan çox qıza məhəbbət göstərir. Oğlana da məhəbbət lazımdır, övlada ümumiyyətlə məhəbbət lazımdır, amma qıza daha çox. Oğlan buğda kimidir, hər şəraitdə yetişə bilir. Amma qız düyü kimidir. Düyü yetişdirənlər bilir, həmişə su istəyir, həmişə su ilə əhatə olunmalıdır, suyu sevir. Qız da belədir, hər an məhəbbətlə əhatə olunmalıdır ki, yetkin bir şəxsiyyət olsun. Avtoritetli atanın məhəbbəti, yüngül atanın yox. Bu mühüm məsələdir. Ata yüngül olsun elə, hamıya yüngül sözsün, gəlsin qızına da desin, yox, atanın da avtoritetini ana qorumalıdır. Qarışdırırlar aləmi. Heç zaman ana, qadın, xanım həyat yoldaşının başına dolanırsa, o alçalmır, valla, ucalır. Qorxur adam belə şeylər danışmaq, bir dənə feminist çıxacaq deyəcək, nə oldu bu bunun? Yox, özü xoşbəxt olur o müddət. Kişidən mənfi xüsusiyyət də varsa, başına dolan, onu da tərbiyə eləyəcəksin. Həyat yoldaşının həm də bir analıq xüsusiyyəti var kişinin üzərində. Həyat yoldaşının, qadının hökmranlığı var. Mərhəmətlə elə təsir eləyə bilər ki, kişi mum kimi əriyər onun qabağında. Hətta ən ağır xasiyyətli kişinin də təsir eləyər, eləməsə də yenə də o ilə dirənməkdənsə güzəşt eləyəndə daha yaxşı olur. Və kişiyə qadın, ana, ataya nüfuz verərsə, avtoritet verərsə, ata evə girəndə, hər gün elə bir hadisədir, durun ata gəlib, qaçsın qabağına falan, qorxudan yox, hörmətdən. O kimi atanın, ata da ki, bundan su-istifadə eləməsin. Kişi də bundan su-istifadə eləməsin, fironluq eləsin. Yox, kişi də məhəbbət göstərsin. Bax, belə kişinin evdə məhəbbət göstərməyi qız uşağına müsbətdə. Yox, qürursuz kişinin, ayağı altı olan, üzr istəyirəm ifadəmə görə, kişinin sevgisinin də o qədər təsiri yoxdur.